Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyinə Dövlət Sosial Müdafiə Fondu fevralın 13-də fevral ayının pensiyaların ödənilişinə başlayacaq. Xəbər verilir ki, bu barədə Nazirlik məlumat yayıb. Qeyd edilir ki, cari ilin əvvəlində indeksləşdirilməklə 9,3% artırılmış pensiyalar bu artırmaqla birgə və yanvar ayının artımı da əlavə olmaqla veriləcək. Qrafikə uyğun olaraq həmən gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyalar ödəniləcək. Respublikanın digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyalarının ödənişi bu ay qrafik üzrə həyata keçiriləcək. Müğənni Arzu xanım sosial şəbəkədə sərt açıqlaması ilə diqqət çəkib. Xəbər verilir ki, sənətçi ad çəkmədən ərinə mesaj yazan həmkarına səslənib. O paylaşımda qarşı tərəfin adını çəkmədiyini desə də, məni tənqid edib haqqında danışma. Aydınlarqanası müğənni. Bu dəfə adını çəkmədim, amma ağzımı açdırma ki, adını çəkin və səni biabır edim. Mənim əlimə gecə saat 2-də mesaj yazan cılız müğənni, ehtiyatlı ol kimi ifadələr işlədib. Müğənninin bu paylaşımı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Həmin sənətçinin kimliyi izləyicilərdən maraq doğurub.